Heç bir rəngin olmadığı, qapqaranlıq bir dünyada yaşamaq necə olardı? Heç düşünmüsünüzmü? Bugünə qədər öyrəndiyiniz hər şeyi bir kənara qoyaraq düşünməyə çalışın. Bədəninizin, ətrafınızdakı insanların, çayların, meşələrin, okeanların, bir sözlə hər şeyin qapqaranlıq olduğunu zehninizdə canlandırmağa çalışın. Ətrafınızda heç bir rəng olmasaydı nə hiss edərdiniz? Belə bir dünyada yaşamaq istəməzdiniz, elə deyilmi? Bir çox insan bugünə qədər necə rəngli bir dünyada yaşadığını, ətrafında bu qədər müxtəlif rəng çeşidinin olduğunu heç düşünməyə bilər. Rəngsiz bir dünya modelinin necə ola biləcəyini ağlına heç gətirməyə bilər. Çünki gözləri görən hər kəs dünyaya göz açdığı andan etibarən rəngarəng bir dünya ilə rastlaşır. Halbuki rəngsiz və qaranlıq bir dünya modeli imkansız deyil. Əksinə, əsl təəccüblü olan rəngarəng və parlaq bir dünyada yaşamağımızdır. Bir anlıq ətrafınızdakı hər şeyin rənglərinin birdən-birə yox olduğunu düşünün. Bu halda hər şey bir-birinə qarışar. Əşyaları bir-birindən ayırmaq imkansız olardı. Məsələn, qəhvəyi masanın üzərindəki narıncı portağalı, rəngarəng çiçəkləri, qırmızı çiyələyi görmək mümkün olmazdı. Çünki nə çiyələklər qırmızı olacaqdı, nə masa qəhvəyi, nə portağal narıncı. Təsviri belə çətin olan bu rəngsiz dünyada qısa müddət ərzində belə yaşamaq insana böyük sıxıntı verər. İnsanın xarici aləmlə əlaqə qurmasında rənglərin çox böyük rolu var. Yalnız toxunma və dad bilmə, eşitmə və qoxu kifayət etmir. İnsan üçün xarici aləm yalnız rəngləri ilə birlikdə bir bütün və mənalıdır. Rənglərin müxtəlifliyinin bizə faydası yalnız ətrafımızı tanımaqla məhdudlaşmır. Təbiətin qüsursuz rəngahəngi insan ruhuna böyük zövq verir. Ancaq burada bir məqamı da unutmaq olmaz ki, insanın bu rəngahəngini görə bilməsi və ondan zövq ala bilməsi üçün ona xüsusi dizayn edilmiş gözlər verilmişdir. İnsan gözləri milyonlarla rəngə qarşı həssasdır və bütün canlılar arasında rəngləri ən incə xırdalıqlarına qədər qavraya bilən göz insan gözüdür. Bir sözlə, yer üzündəki, kainatdakı bu cür nizamın varlığını anlayan yeganə varlıq ağıl sahibi insandır. Dünyadakı hər incəlik, hər bəzək, hər rəng insanın bu rəngahəngini görə bilməsi və ondan zövq ala bilməsi üçün yaradılmışdır. Biraz düşünməyə başlayan insan dünyada möcüzəvi bir şəkildə yaşadığını anlayar. Həyatı üçün ən uyğun şərtlərə sahib bu dünyanın təsadüfən əmələ gəlmədiyinə qənaət gətirər. Düşünən insan bir tablonun rəssamının olduğunu ilk baxışda anladığı kimi, ətrafındakı parlaq, rəngarəng, estetik və simmetrik bu dünyanın da bir yaradıcısının olduğunu anlayacaq. Bu yaradıcı, yaratmada heç bir şəriki olmayan, bizi milyonlarla rənglə bəzədilmiş bu dünyaya yerləşdirən uca Allahdır. Allahın yaratma sənətindəki bənzərsizlik Quran ayələri ilə belə xəbər verilir. 7 göyü bir-birinin üstündə qat-qat yaradan da odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir yarıq görə bilirsənmi? Sonra gözünü qaldırıb 2 dəfə bax. Göz orada axtardığını tapmayıb, zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır.